Qüvvəli və zəif hissələrin bir-biri ilə müntəzəm olaraq növbələşməsinə metr deyilir. Musiqi əsəri əvvəldən axıra kimi eyni metr və ölçü əsasında yazılarsa, buna müntəzəm metr deyilir. Məsələn, hər hansısa bir ifa etdiyimiz əsər, musiqi və yaxud da rəqs 4-dəki ölçüdə başlayıb sona qədər eyni ölçüdə davam edərsə, buna müntəzəm metr deyirik. Musiqi əsərində xanənin metr və ölçüsü tez-tez dəyişilərsə, buna dəyişən metr deyilir. Məsələn, əsər 4-dəki ölçüsü ilə başlayıb, sonra 4-3, 4-4 və s. müxtəlif ölçülərlə əvəz olunarsa, buna dəyişən metr deyilir. Musiqidə müxtəlif metr ölçülərinin eyni vaxtda birləşməsinə də təsadüf edilir ki, buna polimetriya deyilir. Polimetriya zamanı musiqi əsərində ayrı-ayrı səslər müxtəlif metr ölçüsü ilə ifadə edilirlər. Bu vaxt müxtəlif metrlərin vurğulu hissələri bəzən üst-üstə düşür, bəzən isə yox.